Belə yaxşı bir sistemdə yaxınlaşmışam. Çox maraqlı malları var. Əslində bu mallardan bizdə var. Amma bu asortiment, bu qədər asortiment yəqin ki yoxdur. O aşağı yuxarı qalxır. O birisi də aşağı yuxarı qalxır. Yəqin ki sağa sola, qabağa dala da hərəkət edir. Ümumiyyətlə bunlar hamısı hərəkətlidir. Belə yataq yeri var. Beşik. Beşik demək olar. Bu oturub aşağı yerlədir. Çok maraqlıdır. Hər cürə var. Hər cürə belə üstü örtülü beşiyi var. Uşağı yerləyir. Yəni bu sizin üçün yaxşıdır. Bunu əsasən körpə uşaq ataları bilər səhərə kimi yatmamaqla. Çünki analar bütün gün əziyyət çəkirlər, gecələr yatırlar, amma atalar gecələr əziyyət çəkirlər, uşağı yerləyirlər. Uşaq da ki yatmaq bilmir. Uşaq səhərə kimi göz açıq qalır və ata da məcbur olur göz açıq qalır. Belə hallar tez-tez olur ailədə. Amma bu özü yerləyir. Yəni mən dəqiq bilirəm ki, bəzən atalar iplə beşiyi bağlayırlar ayaqlarına və bir balaca yuxuya gedib beşiyi yerləməyə çalışırlar ki, uşaq sakit uzansın. Yəni belə hallar olur. Ona görə məncə bu beşiklər vacibdir. Bu beşiklər çox gözəldir. Burada məktəb partalarıdır və ev üçün belə iş masasıdır uşaq üçün, yəni ki deyir 3 yaşından 18 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub. Bu kreslo çox rahat kreslodur. Deməli yuxarı aşağı qalxır. Burası da yuxarı aşağı qalxır. Hər bir şey, bu qabağa dala gedir, yuxarı aşağı qalxır, çox maraqlı kreslodur. Bu masa isə ümumiyyətlə, bilmirəm nədir, göstərdilər tam olaraq. Bax, bu barmaqla açılır, yəni barmağı basırsan sonra açılır, barmaq izi iləndir. Sonra bu masanı yuxarı qaldırıb aşağı yendirmək üçündür. Yəni masa qalxır və yenir, belə bir funksiyası var. Sonra masanın üstünün özünü belə qaldırıb, sonra belə yendirmək olur. Belə faneri var, cürbəcür funksiyaları yerinə yetirən faneri var. Belə magniti var, magnitlə hansısa bir nəyə sonra yapışdırmaq olur. Ümumiyyətlə bu da magnitdir. Yəni hər şey çox möhtəşəmdir, çox möhtəşəmdir. Masanı müxtəlif materiallarda sifariş etmək olar. Bu cür material mümkündür, bu cür material ola bilər. Sonra da belə qarası var. Cürbəcür materiallarda bu masanı sifariş etmək olar. Çox möhtəşəmdir, çox bərkdir. Yəni belə də açılır. Çox bərk, çox keyfiyyətli bir maldır. Çox keyfiyyətli. Yəni belə işıqların müxtəlif funksiyaları var. Bilmirəm, söndü, sönmədi. Belə sönür, belə yanır. Çox möhtəşəmdir. Yəni bu masa müsibətdir. Yəni bu masanı qaldırır. Belə eləyirsən, masa yenir. İstənilən halda nizamlamaq olur. İnsanın özünə görə həm kreslonu, həm masanı nizamlamaq olur. Və belə masaları var. Bunlar nisbətən funksiyası aşağıdır. Bu qalxıb yenmir. Amma burada da barmaq izi var. Beləsi var. Görürsünüz, cürbəcür bu belə gözəl masa var. Burada da ruçunu, yəni əllə qaldırıb yendirmək olur. Avtomatik deyil, əllə qalxıb yenir. Belə kreslosu var. Bir sözlə möhtəşəmdir. Yəni bu şirkətin malları çox möhtəşəmdir. Çox belə həddən artıq fərqli, keyfiyyətli, maraqlı masaları var. Yəni belə masalar da var, sadə masalardır. Bu məktəblərə, nə bilim, uşaq bağçalarına. Bizim balacalar üçün rüqzak sisteminə gəlmişəm. Çox maraqlı, elə qəşəng rüqzaklar var. Cürbəcür.
çoxdur. Həddən artıq çox sayı var. Həddən artıq çox sayı var. Baxın. Hər cür rüzaq var. Hər cür rüzaq. Körpələr üçün. Aha, neresi var? Bence maraqlı bir iş olar bu. Yaxşı bir iş olar. Baxın. Çəkisi çox yüngüldür rüzaqların. Hamısı demək olar ki, yüngül rüzaqlardır. Böyle çok yüngüldür. Ama dizayn baxımından ümumiyyətlə fərqli mallardır. Çox fərqli mallardır. Hər nə dizayn istəsəniz var. Bu şirkətin əlaqələrini götürdüm, kataloqlarını götürdüm. Bu belə balacalar da var. Balaca sumkalar da var, bu cür sumkalar var. Balaca uşaqlar üçün velosipedlər var. Bu dördü birində velosipeddir. Bunun pedalları qabaqdan çıxır, bura qeyd edilir. Pedalsız da sürmək olur. Bunu belə qulpsuz da sürmək olur. Yəni belə də sürmək olur. Arxasını çıxartdılar. Yəni arxası olarsa kimsə idarə edir, anası idarə edir. Amma belə uşaq özü də idarə edə bilər. Pedallı ya pedalsız. Sonra belə gözəl şeyler var, mallar var. Bu çok rahat, çok güzel bir maldır. Təsəvvür edin. Uşaq evdə üstündə oturur və sürür. Çox qəşəng maldır. Bunun eləsi də var. Yəni kaçalka kimi yellənir. Yəni bu belə yellənir. Eləsi də var. Amma bu çıxır həm də gedir. Çox yaxşı mallardır. Belə balaca velosipedlər var. Çox əla mallardır. Çox da çok da ucuz qiymətədir. Yəni qiyməti çox münasibdir. Yəni maraqlananlar üçün hər şeyi araşdırıb, aydınlaşdırıb deyə bilərik. Bunların əlaqələrini götürdük və olan malları da göstərdik. Amma bu mal hamısından yaxşıdır. Hamısından daha uyğundur. İstənilən bir uşaq üçün çox rahat maldır. Çok yaxşı da gedir. Buyurun dostlar, yazın, qeyd edək, araşdıraq, savablandıraq.